Kimdən istəyirsiniz soruşsanız ki, məsələn, Sabir müəllimi tanıyırsınızmı? Sabir Rüstəmxanını. Biri deyəcək ki, təbii tanıyıram, görkəmli yazıçımızdır, şairimizdir. O birisi deyəcək ki, əlbəttə tanıyırıq, istiqlalçıdır. Biri deyəcək ki, Sabir müəllim demokratdır. O birisi deyəcək ki, Sabir müəllim millətçidir. Yəni, Sabir müəllim haqqında belə, bax, görürsünüz nə qədər fikirlər var. Mən Sabir Rüstəmxanını belə toplum kimi tanıyıram. Amma onu yaxından tanıyan adamlar, məsələn, Məmməd İsmail deyərdi ki, Sabir çox etibarlı dostdur. Ona həmişə bel bayalamaq olar. Təbiidir ki, həm də ictimai xadimdir, partiya lideridir. Amma mən sizə bir şey deyim. Deməli, Sabir müəllimi qiyabı mən nə vaxtdan tanıyıram? Təxmin istədiyim. Deməli, belə bir yazıcı var, Georgi Gaçev. Bu, əslən millətcə Bolqardır. Amma sonra Bolqariyadan köçüb Rusiyaya gəliblər, sonra Rusiyada yaşayır. Amma əslən özü millətcə Bolqardır. 1986-cı ildə Bakıya gəlir. Sabir Rüstəmxanlı ilə bu tanış olur. Və tanışlıq vaxtı Sabir Rüstəmxanlı bundan soruşur. Deyir, sən eşitdin bundan qabaq Gürcüstanda da olmusan, Ermənistanda da olmusan, ayrı ölkələrdə. Məqsəd nədir? O deyir ki, mən deyir, bütün millətlərin nə qədər imkan dərəcəsində bütün xalqların mədəniyyətindən tanış olmaq istəyirəm. Ziyalılarından, mədəniyyətindən, ədəbiyyatından, özüm ədəbiyyatçı, yazıcı kimi. Sabir Rüstəmxanlı buna deyir ki, təşəbbüs bundan olur. Deyir, sən bilirsən neynəginə? Gəl belə eləyək, bir dənə kitab yazmaq lazımdır. Georgi Gaçev sonra gedir doğrudan da 87-ci ildə bir də gəlir. Artıq belə bir qərar gəlibdir ki, bu belə bir kitab yazmalıdır. Azərbaycan ədəbiyyatından tanış olub gəlir. İndi gəlmişəm, artıq kitabımı yazacağam. Kitabım öz aramız yazır, sonra adı belə gelir. Nasionalное образование мира. Orada Qafqaza aid də 3 kitab var. Qafqaza aiddir. Deməli, həm Ermənistana aiddir, ermənilərə, Azərbaycanlılara, bir də Gürcülərə. Azərbaycan xalqı haqqında, bizim millətimiz haqqında Sabir Rüstəmxanlı ona o qədər maraqlı, əsl belə ziyalı kimi, əsl Azərbaycanlı kimi, əsl öz millətini sevən bir adam kimi o qədər ona məlumatlar verir. Sonra gedir, o Azərbaycan haqqında o kitabı yazır. O kitabda o Sabir Rüstəmxanlının şeirlərini, bir neçə şeirlərini orada, hansı ki, rus dilinə tərcümə olan şeirləri var axı Sabir Rüstəmxanlının. Onları analiz eləyir orada və o şeirlərin mahiyyətini açır. Ki, Sabir Rüstəmxanlının orada Sabir Rüstəmxanlının o böyük şair olmağını həqiqətən göstərir. Məsələn, onun bir şeyi var, Rusca belə gedir də, Deti 46-ova, yəni 46-nın uşaqları. O şeir bilirsiniz də, Sabir Rüstəmxanlı özü 46-cı ildəndir deyənə. Şeirin adı gedir. Şeir nədən bəhs edir? 46-cı ildə anadan olan uşaqlar. Georgi Gaçev özü onu açır, o şeir nədən gedir. Yəni, analar necə böyüdür onları, hansı şəraitdə böyüdür, hamısı o şeirdə var. Yəni, demək istəyirəm, Sabir Rüstəmxanlının, baxmayaraq ki, o vaxt Azərbaycana gələndə, o kitabda da var o, çoxlarıyla görüşür. Məsələn, ayrı yazıçılarla görüşür, Anarla da görüşür, Rüstəmbəkovla da görüşür. Ondan sonra orada Ramiz Rövşən də adı çəkir o kitabda. Yəni orada həm şairlər, həm böyük rəssamlarla, kino rejissorlarla. Məqsəd ondan ibarət idi ki, Azərbaycan ziyalıları haqqında bunun fikri formalaşmalıdır. Və bu formalaşır, çox maraqlıdır. Bu, özdə
Sabir Rüstəmxanlı şəxsiyyətdə formalaşır da, bunda bu istəyir formalaşdırsın. Mən də hiss elədim ki, gördüm ki, Sabir Rüstəmxanlı ziyalı kimi Gürcü ziyalılarından və erməni ziyalılarından fərqlidir. Fərq nədən ibarətdir? Deyir, məsələn, Gürcü ziyalısı, yazıcı ziyalısı, orada çəkir onun adını. Deyir, onlarda o millətçilik hissləri o qədər o sərhədi keçir ki, o millətçilik hissləri, danışıqları o sərhədi keçir. Ona görə ki, artıq onların o millətçiliyi keçir tamamilə ayrı bir şeyə. Ona görə deyir, məsələn, onlar özlərini o biri millətlərdən çox üstün tuturlar. Ermənilərdə də biraz fərqlidir. O mənada ki, erməni ziyalıları deyir, mən onlarda hiss elədim onu. Onlar öz millətinin o biri millətlərdən tarixi nöqteyi nəzərdən çox qədim və yüksək tutmaq belə fikirləri var. Sabir Rüstəmxanlı millətçi olsa da, onda da o milli hisslər var. Amma heç o milli hisslərini, milli hisslər onda o biri millətlərə hörmətsizlik kimi görünmür. Yəni, bu millətçi olula, həm də o biri millətlərə hörmətlə yanaşmağa bacarır. Yəni, o deyirdi ki, o söhbətlərimizdə deyir, həmişə deyirdi ki, millətçi olmaq o demək deyil ki, sən o biri millətlərə nifrət kimi baxasan və o sənin üçün düşmən kimi ona baxasan. Yox. Sən millətçi olmaqla o biri öz millətini sevdiyin kimi o biri millətlərə də münasibətin tamamilə ayrıc olun. Yəni, o biri millətlərə düşmən kimi, pis millət kimi baxmamalısan. Onun kitabında bir gözəl şey var, o Rus dilində yazır da orada. Deyir ki, поэтический дар Сабир Рустамханлы – это редкость, это идейность просто жизни. Во всех ее состояниях и настроениях обнаруживается красота и ценность. И он приобретает их медиатором над ними. Все понятно его лирическому герою, и любовь, и разлука, и укоры совести, но все мягко и кротко. Sabir Rüstəmli haqqında bir şeydə deyir ki, Azərbaycan yazıçıları Sabir Rüstəmxandan qabaq olan vaxtı, məsələn, bizim o biri Sabiri, keçmiş Sabirlə bu Sabiri müqayisə eləyir. Deyir, o biri Sabir deyir, o Azərbaycan öz millətini deyir, istəyirdi öz millətini oyatsın və savadlandırsın. Onları örgədirdi. O Sabir örgədirdi. İndiki Sabir öz xalqından örgənir. O çox böyük şeydir. Sabir Rüstəmxanlı bizim özümüzünkidir. Biz ona bir cür qiymət veririk. Və biz Azərbaycanlı kimi ona qiymət veririk. Amma biri də var, qıraq ayrı bir yazıcı, ayrı bir ziyalı, ayrı bir millətin nümayəndəsi qiymət verir. Bax, bütün o dediklərim hamısı görürsünüz, ayrı bir millətin nümayəndəsinin özdə o da ziyalı, o da yazıcı, onu qiymət verməz. Yəni, nəyi demək istəyirəm ki, görürsünüz nə qədər bir adam, Sabir Rüstəmxanlı kimi bir ziyalı öz millətini, nəinki təkcə ədəbiyyatını yox, onun tarixini də necə onu hər yerdə göstərə bilir. O kitab 88-ci ildə çap olunmuşdu. Yəni, o vaxtdan qiyabıtan aydın məsələdir ki, indi Sabir Rüstəmxanlını, mən də Azərbaycanlı ola bilməzdi ki, mən onu tanımayam, şeirlərindən tanış olmayam, kitablarından tanış. O aydın məsələdir. Amma şəxsi tanışdığımız sonra oldu. Və o şəxsi tanışdığımdan sonra artıq mən şəxsən özüm onu özümə dost hesab eləyirəm və onu həddindən artıq çox istəyirəm.